Salam yoldaşlar, mən Elvin Zaydov, İqtisadi Araşdırma Təhsil Mərkəzinin təlimçisi. Sizinlə bugün PMS 1-ə düşən pul vəsait hərəkət haqqında hesabatı mövzusuna baxacağıq. Gəlin mövzuya keçid edək. Deməli, məsələmiz bundan ibarətdir ki, maliyyə vəziyyəti haqqında hesabat və mənfəət sərri haqqında hesabat. Bunlardan istifadə edib pul vəsait hərəkət haqqında hesabat hazırlayacağıq. Birinci başlayırıq əlavə qeydlərdən və pul vəsait hərəkət haqqında hesabatın şablon formasından. İlk növbədə mənfəət sərri haqqında hesabatdan xalis mənfəəti götürürük, gətiririk, yazırıq. Burada pul vəsait hərəkət haqqında hesabatın ilk istənilən yerinə. Yəni götürürük burada 1 milyon 440 mini gətirib bura yazırıq. Sonra keçid edirik. Əlavə burada bizdə mənfəət vergisi xərci və faiz xərci və sosial sığorta xərcləri, bunları yazmağa. Bizdə burada mənfəət vergisi xərcini müsbət olaraq qeyd etməliyik. Mənfəət vergisi xərcimiz 360 mindir. Faiz xərci və sığorta xərci isə 155 min və 140 mindir. Bunları yazdıq yerinə. Sonra keçid edirik nəyə? İlk öncə həmişə sizin fikir verməniz gərəkən yer buradır ki, mənfəət vergisi xərci ilə faiz sığorta xərclərini müsbət qeyd etmək. Sonra isə keçid edirik əlavə qeydlərə. Əlavə qeydlərə fikir verməliyik, bir punkt getməliyik. Birinci qeydimizə baxaq. İl ərzində qeyri-maddi aktivlərin yenidən qiymətlənməsi edilmişdir. Qiymətləndirmə zamanı azalma müşahidə edilmişdir. Azalma əvvəlki illərdə yaranmış yenidən qiymətləndirmə üzrə ehtiyat hesabına azaldılmışdır. Digər aktivlərin dəyərində hər hansı bir dəyişiklik göstərilməmişdir. Bu qeydimizi biz burada istifadə etməyəcəyik. Çünki bu qeyd bizdə maliyyə vəziyyəti haqqında hesabatda lazım olacaq. Hələ ki biz mənfəət sərri haqqında hesabatın üzərindən gedirik. İkinci qeydimizə bax. Qeyri-maddi aktivlər üzrə 120 min, torpaq tikili avadanlıqlar üzrə isə 50 min amortisasiya hesablanıb. Bunun pul vəsait hərəkət haqqında hesabatda yeri, baxın, əməliyyat fəaliyyətində amortisasiya xərcində qeyd olunur. Yəni 120 min üstə gələk 50 min bərabərdir 170 min. Bunu müsbət olaraq qeyd edirik. Sonra keçirik üçüncü qeydimizə. Faiz və sığorta xərcləri üzrə kreditor borclar qalmamışdır. Bunu deyəndə biz ilk öncə baxmalıyıq. Maliyyə vəziyyəti haqqında hesabatımızda faiz və sığorta xərcləri üzrə əvvələ qalıq borclarımız varmı, yoxsa yoxmu? Onu baxırıq və görürük ki, yoxdur. Ondan sonra bizim dövr ərzində yaranan sığorta xərclərimiz 295 min etmişdi. Biz bunu mənfi olaraq təzədən ödənilmiş faiz və sığorta xərcləri üzrə ödəniş yerinə qeyd etməliyik və mənfi olaraq qeyd etməliyik. Sonra keçid edirik. Dördüncü qeydimiz il ərzində təsisçilərə dividend ödənişi həyata keçirilmişdir. Bunu hələ ki saxlayırıq. Bu maliyyə vəziyyəti haqqında hesabatdan biz müəyyənləşdirəcəyik ki, dividend ödənişi nə qədər olub. Sonra keçirik ilkin dəyəri 150 min, yığılmış amortisasiyası 25 min olan avadanlıq 10 min zərrə satılmışdır. Burada bir neçə hesablama etməyimiz lazımdır. Hesablama necə olacaq? Satılan avadanlığın qalıq dəyəri nə qədərdir? Deməli, burada bizdə 150 min ilkin dəyəridir, 25 min də onun yığılmış amortisasiyasıdır. Burada qalır 125 min. Bunun qalıq dəyəri bu qədərdir. Biz bunu 5 min zərərə satmışıqsa, deməli satış qiyməti olub. Deməli biz bunu 10 min zərərə satmışıqsa, qalıq satış qiymətimiz 115 min olub. Deməli buradan olan zərərimiz də özü qeyd edilib. Zərər bərabərdir 10 minə. Deməli biz burada qeyd etdiyimiz yerlər nələrdir? Qalıq dəyərini heç birə qeyd etmirik, amma nəzərə alacağıq. İndi onu göstərəcəm harda nəzərə alacağıq. Satış qiymətini qeyd edirik. Baxın, investisiya fəaliyyətində TT-nın satışından daxil olma kimi 115 min. Sonra zərəri isə, baxın, burada TT-nın satışından əldə olunan mənfəət zərər, baxın, mənfəət olanda mənfi kimi qeyd edirik. Zərər olanda isə müsbət kimi qeyd edirik. Yəni biz burada zərəri olduğu üçün müsbət kimi qeyd edəcəyik. Sonra keçid edirik nəyə? Başqa bir qeydlərimiz qalmadı. Bundan sonra keçid edilir artıq bizim maliyyə vəziyyəti haqqında hesabatımıza. Maliyyə vəziyyəti haqqında hesabatımıza keçid eləyəndə birinci başlayırıq qeyri-maddi aktivlərdə olan dəyişimi. Baxın, qeyri-maddi aktivlərdə olan dəyişimi qeyd etmək üçün biz ilk öncə bir T hesablara əl atmalıyıq. Deməli, qeyri-maddi aktivlərdə dəyişimi qeyd etmək üçün əvvələ qalığı birinci qeyd edirik. Əvvələ qalığımız nə qədərdir? 1 milyon 200 min. Son qalığı qeyd edirik. 1 milyon 600 min. Dövr ərzində bəzi dəyişimlər baş vermişdi. Nə deyir burada? Baxın, ilk qeydimizdə var idi ki, deməli, yenidən qiymətləndirmə üzrə ehtiyatdan azaldılan zərər. Baxırıq, yenidən qiymətləndirmə üzrə ehtiyatdan azaldılan zərər nə qədərdir? 50 min. Bu 50 min gəlib bunun qalıq dəyərini azaldıb. Yəni qeyri-maddi aktivin qalıq dəyərini azaldıb. 50 min gətirib bunun qalıq dəyərini azaldırıq. Sonra dövr ərzində hesablanan amortisasiya da bunun qalıq dəyərini azaldıb. Yəni 120 min gəlib bunun qalıq dəyərini azaldıb. 120 min gəldik, qalıq dəyərini azaltdıq. Başqa bir dəyişim yoxdur. Deməli, dövr ərzində 50 min, üstəgəl 120 min, 170 min azalma var. Dövrün əvvəlinə 1 milyon 200 min var idi, dövrün sonunda 1 milyon 600 min olub. Biz nə qədər dövr ərzində alış eləmiş ki, bu dəyişim var. Götürürük, bunu tapmaq üçün 1 milyon 600 mindən çıxırıq. Mötərizəni açırıq. 1 milyon 200 min çıxılsın. Dövr ərzində baş verən dəyişiklikləri çıxırıq və tapırıq ki,
570 min dövr ərzində alış olub. Gəlib onu investisiya fəaliyyətində 570 min mənfi kimi qeyd edirik. 570 min. Qeyri-maddi aktivlə bunu bitiririk. Sonra ikinci punkt torpaq çilə avadanlıqlarıdır. Bunun üçün də bir T hesab açırıq. Bunu da əvvələ qalıqların qeyd edək. Əvvələ qalığı 860 min əvvələ qalıq, 1 milyon 100 min isə son qalıqdır. 860 min əvvələ qalıq, son qalıq isə 1 milyon 100 min. Dövr ərzində biz TTA-ya 50 min amarsası hesablamışdıq, düzdürmü? Bu bizdə qeyddədir. Baxın, burada qeyd hissəsində qeyd olunub. 50 min amarsası hesablanıb. Sonra dövr ərzində satılan TTA da var. Satılan TTA-nın qalıq dəyəri nə qədər olub? Dövr ərzində satılan TTA-nın qalıq dəyəri olub 125 min. Bu da gəlib bu qalıq dəyərini azaldır. 125 min. Və bu proseslər baş verəndən sonra biz baxmalıyıq ki, nə qədər TTA almışıq. Bunu tapmaq üçün də yenə də eyni qeyri-maddi aktivlərdə istifadə etdiyimiz üsuldan istifadə edirik. 1 milyon 100 mindən çıxırıq, mötərizəni açırıq. 860 min çıxılsın, 50 min çıxılsın, 125 min. Və bununla birlikdə artıq tapırıq ki, 415 min TTA üzrə alış eləmişik. Gəlin burada 415 min, baxın TTA üzrə alışı yazıram, mənfi 415 min. Sonra keçirik növbəti punktumuza. Baxın, ehtiyatlarda dəyişim var. Ehtiyatlarda dəyişim nə qədərdir? Baxaq, görək. Plusda ki, bu dəyişim müsbət yox, mənfidir. Baxın, baxırıq, görürük ki, ehtiyatlarımızda 47 min azalma var. Deməli, ehtiyatlarımızda 47 min azalma varsa, gəlirik ehtiyatlarımızda 47 mini qeyd edirik müsbət olaraq. Baxın, aktivlərdə bu məntiqlə gedə bilərik ki, aktivlərdə azalma olanda müsbət kimi, artma olanda isə mənfi kimi qeyd olunur. Sonra keçirik debitor borcumuzda 80 min azalma var. 80 min azalmanı qeyd edirik müsbət kimi. Yəni bayaq demişdik. Sonra keçirik. Pul vəsaitimizin əvvələ və son qalığı 430 min əvvələ qalıq, 640 min isə son qalıqdır. Bunu qeyd edəcək yerim var. 430 min əvvələ qalıq, son qalıq isə 640 min. Aradakı fərqi isə nə qədərdir görürük? 210 min. 210 min aradakı fərqidir. Onun da aradakı fərqi baxın burada artma azalmadır. Baxın müsbət fərqi olduğu üçün müsbət yazdım. Əgər azalma olsaydı mənfi fərqi yazacaqdım, mənfi yazacaqdım orada. Sonra keçirik növbəti hissəyə. Növbəti hissə təxirə salınmış vergi aktividir. Bu hissəni biraz boş buraxırıq hələ ki, vergi hissəsində bunu müzakirə edəcəyik. Hələ ki, vergi hissəsini satmamışıq. Sonra keçirik, hələ ki, bu qalsın qıraqda. Səhmdar kapitalda baxırıq, görürük ki, artma var. Artma nə qədərdir? 500 min. Deməli, kapital qoyuluşu olub 500 min. Gətirib onu 500 mini kapital qoyuluşu kimi qeyd edirik maliyyə fəaliyyətində. Sonra keçirik, emissiya gəlirində də artma var. Görürük nə qədərdir? 70 min. Bu 70 min də gəlib bu kapital qoyuluşu üzrə yenə də 70 min artırırıq bunu. Gətirdiyi artırıq 570 min. Sonra keçirik, yenidən qiymətləndirmə üzrə ehtiyatda baş verən fərq onu qeyd elədik. Nəzərə aldıq onsuz da. Yəni ikinci dəfə nəzərə almağa ehtiyac yoxdur. Çünki qeyri-maddi aktivdə onu nəzərə almışıq. Bölüşüş mənfəətdəki dəyişimi nəzərə almalıyıq. İndi gəlin baxaq necə nəzərə alacağıq. Bir dənə T hesab açırıq bunun üçün. Yazırıq burada BM, yəni bölüşüş mənfəət. Əvvələ qalığı nə qədərdir? Deməli 520 min, son qalığı da 450 mindir. Deməli 520 min əvvələ qalığı, son qalığı da 450 min. Gəlirik burada 450 min qeyd edirik. Bölüşüş mənfəəti artıran və azaldan maddələr var. Bu artıran və azaldan maddələr nədir? Artıran maddə mənfəətimizdir, xalis mənfəətimiz, yəni 1 milyon 440 mindir. Bu artıran maddədir. Azaldan maddə isə dividenddir. Amma biz dividendin nə qədər olduğunu bilmirik. Artıranı gətiririk, yazırıq bura. 1 milyon 440 min artıran maddədir. Azaldan maddəni də bilmirik, dividenddir amma. Onu bilirik ki, dividenddir. Nə qədər olduğunu bilmirik. İndi gəlin bunu tapmaq üçün nə edirik? Əvvələ qalıq plus dövr ərzində artıran 1 milyon 400 min çıxılsın son qalıq. Bu da bizi dividendi verir. Yəni 1 milyon 510 min. Bunu gətiririk, burada qeydiyyatını aparırıq. Gətiririk burada pul vəsait hərəkət haqqında hesabatda, baxın, ödənilmiş dividend hissəsində qeyd edirik. Çünki demişdik ki, qeydlərimizdə demişdik ki, burada, baxın, qeydlərimizdə demişdik ki, il ərzində elan olunan dividend hamısı ödənilib. Qeydimizdə var o. Ona görə elə mənfi olaraq gətirib burada qeyd edirik, bununla bitiririk. Sonra keçirik uzunmüddətli alınmış borclarda olan dəyişim. Gəlin bunu tapaq, görək nə qədər dəyişim olub. Baxıram, görürəm ki, 100 min elədi 205 min. Bu 205 min artma var. Yəni borc almışıq ki, artma var. Pul gəlib bizə. Gəlirik burada 205 mini müsbət olaraq maliyyə fəaliyyətində qeyd edirik. Sonra keçirik nəyə? Qısa müddətli kreditor borclarda baş verən artım. Baxırıq, görürük ki, 40 mindir. 40 min artma var. Baxın, öhdəliklərdə artma varsa müsbət olaraq qeyd olunur, azalma varsa mənfi olaraq. Çünki ödəmiş ki, mənfidir. Gəlirik kreditor borclarda baş verən artımı 40 mini müsbət olaraq gətirib burada qeyd edirik. Yəni 40 min artma olduğuna görə müsbət olaraq gətirib burada qeyd edirik. Bunu yazdıq. Sonra keçirik nəyə? Vergi. Baxın, vergi hissəsi əvvəldə də təxirə salınmış vergi var idi. İndi burada öhdəlik var. Gəlirik onu bir T hesabda qeyd edək. Baxın, onu mən vergi kimi qeyd edirəm burada.
vergi iti hesabı kimi qeyd edirəm. Bunun əvvələ qalığını və son qalığını qeyd edəcəm. Əvvələ qalığını, son qalığını qeyd edəndə nəyə fikir veririk? Cari vergi öhdəliyində 40 min əvvələ qalıq var. Təxirə salınmış vergi aktivində də 15 min. Təxirə salınmış vergi öhdəliyi olsaydı, o cari vergi öhdəliyini artırardıq. Amma aktiv olduğuna görə azaldırıq. Yəni 40 mindən 15 mini çıxıb, bura əvvələ qalıq kimi yazırıq, 25 min yazırıq. Son qalıq isə 65 min, cari vergi öhdəliyində 65 mindir, təxirə salınmış vergi aktında 12 mindir. Bunu azaldıb, gətiririk burada 53 min son qalıq kimi qeyd edirik. Dövr ərzində bizdə vergimiz artıb. Hardan bilirik vergi artıb? Gəlir baxırıq, mənfəət vergimiz hesablanıb dövr ərzində. Nə qədər hesablanıb? 360 min. Bu gəlib bunu artırır, öhdəliyi artırır 360 min. Düzdürmü? Artırdı. 360 min artırdı. İndi biz bilməliyik ki, dövrün əvvəlinə 25 min, dövrün sonu 53 min, 360 min də dövr ərzində yaranıbsa nə qədər ödəniş eləmişik? Onu tapmaq üçün nə edirik? 25 minin üzərinə 360 mini gəlib, 53 mini çıxırıq və tapırıq ki, 332 min bizdə ödəniş olub vergi üzrə. Gəlir onu da pul və vəsait hərəkət haqqında hesabatda mənfi kimi 332 min qeyd edirik və bununla da işimizi bitirmiş oluruq. Gəlin yekunları hesablayaq, görək nə alınır burada yekunlarda və cəmlədikdən sonra yoxlamalıyıq. Nəyi yoxlamalıyıq? Yoxlayaq görək bu 210 mini verirmi bu 3 dənə fəaliyyətin cəmi? Əgər vermirsə təzədən gərək gedək, baxaq görək harda səhv eləmişik. 210 mini verir. Həqiqətən də cavab doğrudur. Yoldaşlar, izlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşənədək.